Sinif nümayəndələri, bax sizə tapşırıram. Axırıncı dəfə sizə deyirəm. Bir də mən belə tipli Könül xanım haqqında, Cahangir müəllim haqqında, mənim haqqımda, ümumiyyətlə tutorlar, dekanlıq haqqında biriniz bir kəlmə, hər sinifinizin, qrupunuzun öz uşaqları bir kəlmə, bir dənə dekanlıq haqqında artıq əski lağa qoyulacaq şəkildə bir cümlə yazsınlar ha Facebookda, sosial şəbəkədə ya. Bax, bizim adımızdan deyin. Nizam-intizam qaydalarına mən baxıram, mən dekan müavinə baxıram. Şəxsən mən o nizam-intizam qaydalarını pozduqlarına görə, dekanlığın, mətbəxin məsələsini çölə çıxartdıqlarına görə onlara töhmət verdirəcəm. Bax, deyirəm sizə, axırıncı dəfə deyirəm ha. Bir də kimsə, dünən məni Leyla dəhşət əsəbləşdirmişdi. Fariz Qoşqar. Leylaya dünənləri dişimin dibindən çıxanları demişəm. Hətta dedim ki, ona səsli mesaj göndərdim. Dedim, bu səsli mesajımı Qoşqarla Farizə də eşitdirginən. Dünənləri mənim təzyiqim qalxmışdı Leylanın statusuna. Utanmazlar, ayıb olsun sizə. Qeyri-obyektivliklə o boyda universitetin mətbuat xidmətinin rəhbərini məziyə qoyublar. Cahangir müəllimi məziyə qoyublar. Utanmırlar, Könül xanımı məziyə qoyurlar ki, güya qeyri-obyektiv yoxlayıblar. İndi güya bu Fuad özündən alim olub. Dekanlıq ara baxırdı. Dekanlıq yox, oturub səni güdəcəkdi. Sən nə inirsən şeydə, imtihanda? Bax, sinifkomlar, sizə tapşırıram. Uşaqlarınızın hamısına deyirsiniz. Birinci kurslar, bax, sizə də aiddir. Ki, bir nəfər, bir dənə dekanlıq haqqında, ümumiyyətlə, tutor haqqında belə ya, Facebookda bir dənə lağa qoyulası, belə dırnaq içində də olası bir söz yazsınlar ha. Bax, özünüzdən inciyin. Mən həmin uşağın izahatını alıb töhmət verdirəcəm o uşağa. Dedim sizə. Ləman, Allah qoysa sabahları mən İradə xanım, prorektor İradə xanımın yanına gedəcəm. Bunu tam əmr formasında çıxartdıracam. Bu təklifi İradə xanıma verəcəm ki, İradə xanım, heç bir tələbənin ixtiyarı yoxdur ki, dekanlığın, mətbəxinin məsələsini sosial şəbəkəyə çıxartsın. Sosial şəbəkəyə çıxardan, lağa qoyan, tənqid edən xəbərdarlıq alacaq birinci dəfə, sonra da töhmət alacaq bizdən.